Qarşıdan gələn tətil günlərində bir çox ailə şəhərdən uzaqlaşıb istirahət etmək istəyir. Amma son qiymətlər göstərir ki, bölgələrdə istirahət cibə bir qədər baha başa gəlir. Hazırda rayon otellərinin qiymətləri qalacaq qonağın sayına və göstərilən xidmətə görə dəyişir. Ekonom variantlarda otellərin qiymətləri fərqlənir. Altağazdakı Cənnət Bağı otelində standart otaqlar 120 manat, dubil və suit otaqları isə 180-240 manat aralığındadır. Vilayət Resort oteldə otaqlar 110 manatdan, dubleks suitlər isə 230 manatdan başlayır. Light Park oteldə göl mənzərəli otaqlar 170, Family City isə 290 manata təşkil olunur. Qubadakı Paranomik oteli isə noyabr-dekabr aylarında endirim kampaniyası keçirir. Standart otaq 80 manat, lüks otaqlar 120-150 manat arasında dəyişir. Qiymətlərə səhər yeməyi daxil olsa da, bayram və həftə sonları endirimlər tətbiq edilmir. Tətil günləri yaxınlaşdıqca bölgələrdə otellərə maraq artır. İstirahətin rahat, büdcənin isə sabit qalması üçün ən vacib məsələ vaxtında plan qurmaq və cibə uyğun seçim etməkdir. Dilbər Vüqar qızı, Bölgə TV.